Azərbaycan İlahiyyat İnstitutunun 4-cü kurs tələbəsi. Mən ona həmişə arxasınca belə deyirəm, yəqin indi eşidəcək, deyirəm, çox nurlu bir simadır. Gələcəyinə çox inanıram, etibar edirəm əxlaqı ilə və könüllü 44 günlük vətən savaşına da qoşulub bizim gənc gələcəyin potensial mən ilahiyyatçısı adlandırıram, Turqut Abuşov. Düzmü söyləyirəm? Turqut Abuşov. Turqut, xoş gördük. Çox sağ olun, təşəkkür edirəm. Necəsiniz? Allah razı olsun. Mən də ilk öncə sizi və dəyərli izləyicilərimizi, dinləyicilərimizi uca Allahın salamı ilə salamlayıram. Esselamu aleykum və rahmetullahi və bərəkətuh. Və dəvətiniz üçün də sizə dərin minnətdarlığımı bildirirəm. Allah razı olsun, Allah nurunu tamamlasın. Əziz inam sevərlər, siz indi Turqutu görmürsünüz, amma inamda canlı efirə gəlib, gələcəkdə də arıcı gələcək çox nurlu bir simadır. Bu cür Azərbaycanın dini mühitində gənclərin, ilahiyyatçı gənclərin yetişməsi Azərbaycanın mənəvi mühitinə, İslamın doğrularına ən böyük xidmət deməkdir. Turqut, niyyətimiz bəllidir. Azərbaycan şəhidlərinin sərvəri Seyid Mübariz İbrahimov, Fərid Əhmədov, Fəridi heç zaman Seyid Mübarizdən ayırmayaq. General şəhidimiz Polad Həşimov, 1-ci və 2-ci Qarabağ müharibəsinin aslanları şəhadət şərbətinə təşnə ikən şəhid olan aslanlarımızın və bu günlər xüsusi olaraq çoxlu sayda şəhidlərimizin il dönümləridir. Doğum günü olan şəhidlərimiz var, bizə inama həftə içində yüzlərlə yazırlar. Onların da hər birlərinin ruhları üçün ehsan olsun. Ayrıca olaraq mənəvi dəyərlərimizin Peyğəmbər və Əhl-i Beyt irsinin ən böyük təminatçısı olmuş ulu öndərimiz Heydər Əliyev cənablarının, hörmətli Zərifə xanımın bir də boşluq qalmayaq. Bu an bizi dinləyən, bizi izləyən, apardığımız bu ideoloji işin mahiyyətini anlayan hər bir kəsin də ocaqdan gedənlərinin əziz ruhu üçün ehsan olsun. Dayanmayaq, ya Allah, bismillah. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن وليي الله الذي نزل الكتاب وهو يتولى الصالحين والذين تدعون من دونه لا يستطيعون نصركم ولا أنفسهم ينصرون وإن تدعوهم إلى الهدى لا يسمعون وتراهم ينظرون إليك وهم لا يبصرون خذ العفو وأمر بالعرف وأعرض عن الجاهلين وإما ينزغنك من الشيطان نزغ فاستعذ بالله إنه سميع عليم إن الذين اتقوا إذا مسهم طائف
طائف من الشيطان تذكروا فإذا هم مبصرون صدق الله مولانا العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار. Salam olsun müqəddəs cümə günündə, şəhidlərin ayında, gönüllərin sultanı, axırın və əvvəlin seyyidi, yaradılmışların ən üstünü, İslamın günəşi Məhəmmədi Mustafaya. Salam olsun onun mübarək, əziz ev xalqına, əhl-i beytinə. Salam olsun onun mübarək 4 xəlifəsinə və səhabələrinə. Bir də Allahın sağlıq və salamı olsun, bol ruzi və bərəkəti olsun o kəslərin üzərinə ki, dininə, dövlətinə, bayrağına sevdalı aşiqlərdir. Allah səsinə, nəfəsinə, elminə güc versin Turqut. Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi belə oxuyar. Oxuduğun Quran kəlamları hansı ayədən ibarət idi və tərcüməsini də söylə ki, əziz inamsevərlər 104 FM sevilən radioda, inam verilişində bilsinlər. Buyurun. Əziz seydim, oxuduğum ayələr Quran-Kərimin Əraf surəsinin 196 və 201-ci ayələri idi. İnnə vəliyyəlləhullezî nəzzələl kitab. Həqiqətən mənim himayədarım kitabı nazil edən Allahdır. Və huvə yetəvəlləs salihin. Və o salihlərə, əməl salihlərə himayəçilik edir. Vəllezîne təd'ûne min dûnihi la yesteti'ûne nəsrakum və la ənfusəhum yansurun. Uzaq buyurur, o kəslər ki Allahdan qeyri çağırırsınız, Allahdan savaya çağırdıqlarınız nə sizə, nə də özlərinə yardımcı ola bilərlər. Və in təd'uhum iləl hudə la yesma'u. Əgər onları doğru yola çağırsanız, eşitməzlər. Və tərahum yanzuruna ileykə və hum la yubsirun. Onları sənə baxan görərsən, halbuki onlar görməzlər. Onların bəsrət gözləri açıq deyildir. Xuzil afva va'mur bil urfi və a'rid anil cahilin. Uzaq Allah buyurur, sən Peyğəmbərimizə buyurur ki, sən bağışlama yolunu tut. Yaxşı iş görməyi əmr et və cahillərdən yüz döndər. Və immə yanzağannəkə minəş-şeytan nəzğun fəstə'iz billah. Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. İnnehu semi'un alim. Həqiqətən uca Allah eşidəndir və biləndir. İnnellezînettaqav izâ messehum taifun minəş-şeytan təzəkkeru fə izâ hum mubsirun. Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman onlar Allahı xatırlayarlar və dərhal gerçəyi, həqiqəti görərlər. Allah razı olsun. Həqiqətən də gerçəyi görənlər, imana silah kimi sarılan, ilahi təqva sahibi olan, Yaradanın haqqına qarşı zərrə qədər qüsura yol verməmək üçün öz həyatlarını imanın nuru ilə yaşayanlardan ibarət olar. Allah səsinə, nəfəsinə, elminə güc versin. Əziz inamsevərlər, 104 FM sevilən radioda aparıcınız verilişin müəllifi mən Şərqşünas Seyid Camal Əzimbəylidir. Mübarək ruhlar üçün, müqəddəs şəhidlərimiz və haqq sahibləri üçün Quran kəlamlarını isə Azərbaycan İlahiyyat İnstitutunun 4-cü kurs tələbəsi, mənim də özümün ayrıca çox dəyər verdiyim, gələcəyinə etibar etdiyim, inandığım Turqut Alışov Quran qirayətini həyata keçirdi.